Salam əziz uşaqlar. Bugünkü mövzumuz riyaziyyat 4-cü sinif mərtəbə cədvəli mövzusu olacaq. Biz bu günləri öyrənəcəyik mərtəbə, mərtəbə vahidinin sayı və mərtəbə qiyməti. Uşaqlar, gəlin ədədləri bir ev kimi düşünək və necə ki binanın mərtəbələri olur, burada da ədədlərin mərtəbələrə ayrılır. Ədədlər sağdan sola doğru mərtəbələrə ayrılır. Burada hər bir rəqəm bir mərtəbəyə aid olur. 5 təkliklər mərtəbəsi 7 onluqlar mərtəbəsinə, 3 isə yüzlüklər mərtəbəsinə aiddir. Cədvəl şəklində də bu cür göstərə bilərik. Mərtəbə vahidi isə hər rəqəmin hansı mərtəbəyə aid olduğunu göstərir. Təkliklər mərtəbəsi onluqlar, yüzlüklər, minliklər, 10 minliklər, 100 minliklər, milyonluqlar və s. bu cür davam edir, çoxalır. Təkliklər mərtəbəsinin mərtəbə vahidi 1, onluqlar mərtəbəsinin mərtəbə vahidi 10, yüzlüklər mərtəbəsinin mərtəbə vahidi 100, minliklər mərtəbəsinin mərtəbə vahidi 1000, 10 minliklərdə 10.000 və s. bu cür davam edəcək. Yəni mərtəbə vahidi elə mərtəbənin öz adıdır. Gəlin nümunəyə baxaq. 4286 ədədini əvvəlcə mərtəbələrə ayıraq. 6 təklik, 8 onluq mərtəbəsinə, 2 yüzlük mərtəbəsində, 4 isə minlik mərtəbəsində yerləşir. 6 təkliklər mərtəbəsində olduğuna görə mərtəbə vahidi 1, 8 onluqlar mərtəbəsində yerləşdiyinə görə mərtəbə vahidi 10, 2 yüzlüklər mərtəbəsində yerləşdiyinə görə 2-nin mərtəbə vahidi 100, 4 minliklər mərtəbəsində yerləşdiyinə görə 4-ün mərtəbə vahidi 1000 olacaq. Mərtəbə qiymətini tapanda isə uşaqlar, biz hər bir rəqəmi onun mərtəbə vahidinə vurmalıyıq. Yəni 6 təklikdən ibarətdir. Onun mərtəbə qiyməti 6-dır. 6-nı 1-ə vururuq, 6. Bu olur 6-nın mərtəbə qiyməti. 8 burada 8 onluğu göstərir. 8 onluqda bilirik ki 80-ə bərabərdir. Yəni 8-i biz vururuq onun mərtəbə qiymətinə 10-a edir 80. 2 yüzlüyü bizə göstərir. Yəni yüzlüyün sayını göstərir. 2 yüzlük də 200 deməkdir. Yəni 2-ni vururuq 100-ə 200. 4 isə 4 minliyin olduğunu göstərir. Minliklər mərtəbəsində yerləşir. Ona görə də onun mərtəbə vahidi 1000-dir. Və mərtəbə qiymətini tapmaq üçün də 4-ü biz 1000-ə vuracağıq, edəcək 4000. Gəlin məsələyə baxaq. 4713 ədədində təkliklər mərtəbəsində duran rəqəm hansıdır? Əvvəlcə ədədi mərtəbələrə ayıraq. 3 təklik, 1 onluq, 7 yüzlük, 4 isə minlik mərtəbəsində yerləşir. Bizə təklik mərtəbəsində duran rəqəmi soruşur. Bu isə 3 rəqəmidir. Digər məsələyə baxaq. 74526 ədədinin yüzlüklər mərtəbəsinin sayını müəyyən edin. Gəlin yenə mərtəbələrə ayıraq. 6 təklik, 2 onluğu, 5 yüzlük, 4 minlik, 7 isə 10 minlik mərtəbəsində yerləşir. Bizə burada yüzlüklər mərtəbəsinin sayını deyir. Yüzlüklər mərtəbəsində 5 yazılıb, yəni bu onun sayını göstərir. Elə 5 yüzlüyün olduğunu bizə göstərir. Digər məsələyə baxaq. 4713 ədədində 7 rəqəmli mərtəbə vahidini tapın. Mərtəbələrə ayıraq. 3 təklik, 1 onluq, 7 yüzlük, 4 isə minlik mərtəbəsində yerləşir. Bizə 7 rəqəminin mərtəbə vahidini soruşur. 7 rəqəmi yüzlük mərtəbəsində yerləşdiyinə görə onun mərtəbə vahidi elə olacaq 100. Növbəti məsələyə baxaq. 8463 ədədində minliklər mərtəbəsinin qiymətini tapın. Mərtəbənin qiymətini tapanda verilmiş rəqəmi, mərtəbəni biz onun mərtəbə vahidinə vurmalıyıq. 3 təklik, 6 onluq, 4 yüzlük, 8 minlik. Bizdən minliyi soruşur. Minlik mərtəbəsində 8 rəqəmi, yəni 8 minlik var. Mərtəbə vahidi 1000-dir. Qiymətini tapmaq üçün 8-i vuracağıq 1000-ə, olacaq 8000. 386425 ədədində 6 rəqəminin mərtəbə vahidi neçədir? 6 rəqəmi minlik mərtəbəsində yerləşir. Ona görə də onun mərtəbə vahidi elə 1000 olacaq.
Yəni bunu başqa cür tapanda da mərtəbə vahidini tapan zaman verilmiş rəqəmin yerinə 1 yazıb, ondan sonrakı ədədlərin də yerinə 0 yazırıq, biz mərtəbə vahidini tapmış oluruq. Demək, düzgün cavab 1000. Növbəti testə baxaq. 25386 ədədində 5 rəqəmli mərtəbə qiyməti neçədir? İndi isə bizə mərtəbə qiymətini soruşur. Dedik ki, mərtəbə qiymətini soruşanda həmin rəqəmi biz mərtəbə vahidinə vurmalıyıq. 5 rəqəmi görürük ki, minlik mərtəbəsində dayanıbdır. Biz 5-i 1000-ə vuracağıq, yəni mərtəbə vahidinə. Cavab 5000. Dərsimiz bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər bəyəndinizsə isə faydalı oldusa bəyənin. Daha çox bu cür dərs videolarını izləmək istəyirsinizsə kanala abunə olun və dostlarınızla paylaşın. Hələlik.